Dekabr ayının 7-si Xətai rayonunun Zığ şosesi Cavanşir 36 6 saylı yataqxanada yaşayan 9 ailəni yaşadığı evdən məcburi çıxarıblar. İcra hakimiyyətinin nümayəndələri tərəfindən hadisədən bir həftə öncə yataqxanada məcburi köçkünlərin su, qaz və işıqları kəsilib. Hardasa bir həftə bundan qabaq suların, qazların, işıqların hamısını kəsmişdilər. Yəni dövlət səviyyəsində ayın 1-dən, yanvarın 1-dən 1 illik işıq puludur, qaz puludur, kommunal xərclərin hamısı ödənilir. Buna baxmayaraq gəldilər hamısını gəl kəsiblər, qazsız, işıqsız, susuz qalmışlar. Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Nizaməddin Əkbərovun Qafur adında müavini və çox sayda polis əməkdaşları səhər saat 10 radələrində adı çəkilən yataqxananın 159-cu mənzilinin qapısını təpiklə açaraq 75 yaşlı qadını yataqxanadan bir neçə polis əməkdaşları ilə birgə sürüyərək evdən çölə atıblar. Zərər çəkmişin qızının bildirdiyinə görə anası həmin vaxt yataqda olub və evdən çıxarılan zaman ayağına heç nə geyməyə imkan tapmayıb. Bu gün səhər saat 10-dan 11-12 belə bir arasında gətirmişik polisiya anamı. Saat 10-a qalar bilir. Sən haradasa icra hakimi nümayəndəsi Nizaməddin Əkbərovdur. Onun müavini nə idi adı? Yox, müavini. Əsas ki, bizi döyən müavin oldu. Qafur. Qafur, familiyasını bilmirəm. Qafur. Qafur da adı. Bizi döydü, anamı döydü. Kimisini döydündən belə hamısı. Ən çox döyülən məsələn mən olmuşam, mən qızıyam, mən haraya gəlmişdim ki, gəldim soruşuram, sual verirəm ki, bunu hara aparırsınız, harada yerləşdirəsiniz. Bizə deyin, biz də bilək də, bu gəlib mənə basıb maşına ki, səni apardım, basam içəri, görsənim mən nə yapalım. 3 dənə polis məni döydü, 3 dənə. Yəni gedəndə mən o polisləri də təşkil edirəm, bilərəm. İcra hakimin nümayəndəsi Qafur, birinci məni vuran Qafur oldu. Yəni belə şey olmaz. Mən deyirəm... Nə istəyirlər, nə deyirlər? Deyirəm, prezidentin fərmanı var, Heydər Əliyevin fərmanı var, 94-cü ildə çıxan fərmanı var da. Sən 2 otağı birində qaçqın yaşayırsa, onu boşaltmağa ixtiyarı yoxdur. Mənə deyir ki, o fərman geridə qalır, biz irəliyə baxırıq. 5000 pul verir, bunlar da 2 ailədir orada. Həm qardaşımdır, manatla yoxsa dollarla? Manatla verir. 2 ailədir. 45 minə bu insan buradan heç bir otaqlı ev ala bilmir də bunlar. 2 ailəni götürüb bir yerə yazır. Orada elə ailələr var ki, özləri də bilir, Nizaməddinin özü 5000 hərəsindən pul alıb, arvad boşananlar bir yerdə yaşayırlar. Ona ayrı verir, buna ayrı verir. Orada icra hakiminin nümayəndəsi var, Bülbül. Onun qızına heç orada yaşamır, o 45 min alıb. Bunlar da 2 ailədirlər. Bizə deyirik ki, istəmirik də qardaş pul. Getçinə, hərəsindən bir otaq al ver. Al ver, yaşasın da bunlar da burada, yaşasınlar. Onun üstündə neçə gündə gəlib gedirlər. Gəldilər koridordan girdilər. Belə gəldim, bunun tərəfdə ofiseldir də. Baxanda gördüm, girdilər içəri. Dedim, hara girirsiniz? Dedi, bunu İtalyan çölə, bunu sən çıx çölə, dedi, biz beşi tökürük çölə. Gördüm, mən içəri girəndə görüm, stolu sürütdülər, arvad da orada yerdə uzanmışdı da. Sürütlədik, o deyir ki, bunu aparın, bunu arvadı aparın çölə, bu nənəni aparın çölə, aparın çölə. Mən dedim, onu hara aparsın, yeri var, onu aparasın çölə. Evi yox, eşeği yox. Sonra hələ deyəndə, mən hücum çəkəndə ki, belə yəni aparmadı, tutdum qoyun, qolumu burdu, polis şeylədi. Dubin qaynanda da. Həmin Qafur hücum çəkib, belə, sən hara gəlirsən, harası, bunu İtalyan çölə, bunu aparın çölə. Qafuruna, amma 5-6 nəfər idi də, o içəri səlahiyyətdə polislərdən əlavə. Biri amma Qafur idi, o biləni tanımadım. Nizaməddin də çöl qapının ağzında durmuşdu. Əsasda Nizaməddin Əkbərov da qapının ağzında çöldə durmuşdu, onlar girdi içəri. Reanimasiyadan nə vaxt çıxacaq? Xanımın dəqiqə vəziyyəti necədir? Ələm təzə giribdir, saat 2-də giribdir. Yəni vəziyyəti o qədər ağırdır? Vəziyyəti çox orta ağırlıqda, orta ağırlıq yox, yəni ki, tamam da belə çox ağırdır. Bir də xanımın xəsarətləri var. Aktivdir, hoş aydındır. İcra nümayəndələri və polis əməkdaşları boşaldılan evləri dağıdaraq yararsız vəziyyətə salıblar. Sakinlər heç bir paltar, sənəd və pul evdən götürə bilməyiblər.